Bilirsiniz, bugün ölkəmizdə dövlətimizin həssas qruplarla bağlı bir çox həyata keçirdiyi proqramlar var və hər ictimai fəal şəxs bu proqramlardan düzgün istifadə etməklə müəyyən bir biznesin qurulmasına səbəb ola bilər. Araz Əhmədov, internat məzunlarının sosial inteqrasiyası Gənclər İctimai Birliyinin rəhbəri, bizim təşkilat iki istiqamətdə fəaliyyət göstərir. Həm internat məzunlarının cəmiyyətə inteqrasiyası sahəsində, eyni zamanda uşaqların internatlara atılmasının qarşısının alınması üçün tənha anaların sosial inkişafına dəstək proqramı sahəsində layihələr həyata keçirilir. Bilirsiniz ki, dövlətimizin həssas qruplarla bağlı yetəri qədər sosial proqramları var ki, hansı ki həyata keçirilir. Onların sosial inkişafında, iş fəaliyyətində, iş həyatında özlərini tapmasında bir çox dövlət proqramları həyata keçirilir. Biz də düşündük ki, tənha anaların sosial inkişafına dəstək proqramı çərçivəsində sosial sahibkarlıqla sosial biznes şəbəkəsinin qurulmasında hər hansı bir layihələri həyata keçirdə bilərik və bu layihələr sayəsində uşaqların internatlara atılmasının azalmasına nail ola bilərik. Və ilk olaraq bildirim ki, bizim ilk əvvəl biznes təcrübəmiz yox idi və biz bunu çox araşdırdıq, götür-qoy etdik və biznes planlar hazırladıq ki, bilirsiniz, bir işi qurmaq o qədər də çətin bir proses deyil, lakin o işi aparmaq, o işi ayaqda saxlamaq və davamiyyətinə nail olmaq daha çətin prosesdir. Biz tam olaraq buna yiyələndən sonra, bununla bağlı yetəri təcrübə toplayandan sonra qərara gəldik ki, artıq bu sahədə biz sosial sahibkarlıq sahəsində tənha analar üçün iş qura bilərik. Bu ilk olaraq Şamaxı rayonunda başladı. İlkin 10 nəfərlə başladıq. Bilirsiniz, tənha anaların bir çox hallarda müəyyən sıxıntılar olur, müəyyən problemlər olur. Burada sosial problemlər məsələsi var, psixoloji problemlər məsələsi var. Hətta rayon və kənd yerində məşğuliyyət olmadığı üçün bu anaların evə qapanma prosesi var. Və bu evdə müəyyən qədər aqressiya, mənfi enerji əsasən uşaqlara yönəlir. Uşaqlar orada o mənfi enerjidən qidalanmalı olurlar. Bu cür layihələrlə isə həm o anaları ev asılılığından, evə bağlılıqdan xilas etməkdir. İkinci növbədə onların işlə təmin olunmasına dəstək verməkdir və eyni zamanda onları sosiallaşdırmaqdır. İlk öncə çox çətin bir proses idi, çünki həssas qruplarla işləmək, onları peşə həyatına uyğunlaşdırmaq, peşə sahəsinə cəlb etmək və bunlar ilk olaraq heç biri dərzi fəaliyyəti göstərməmişdilər və bunlar dərzilik nə olan şeydir, o qədər də tam anlamırdılar. Yəni həmin vaxtda bu təcrübələri yox idi onların. Lakin biz bu çətin məsuliyyətə girməli olduğumuzu dərk elədik və qərar verdik ki, bu çətin məsuliyyəti biz öz üzərimizə götürməliyik və bunun öhdəsindən uğurla gəlməliyik. Çox şükür ki, bugün artıq həmin müəssisədə 18 nəfər fəaliyyət göstərir. Hamısı tənha analardan ibarətdir. Böyük bir ailəyə çevriliblər. Eyni zamanda onlar hər hansı birinin evladının ad günü olanda, məsələn, digər analar yığışarlar, onun üçün bir hədiyyə hazırlayarlar, nəysə onun üçün tikərlər. Biri xəstələnərsə digərləri yığışarlar, mütləq gedib ona dəyərlər. Bu da onu göstərir ki, bunları biz böyük bir ailəyə çevirməyi bacarmışıq. Və əsas uğurlu hissə ondan ibarətdir ki, bu biznes artıq öz istehsalatlarını Azərbaycan bazarında yetəri qədər sata bilir və burada istehsal olan geyimlərə tələbat var. Hər gün istehsal olunan məhsullar topdan şəkildə satışı təşkil olunur və Azərbaycanın bir çox ərazilərində satışı həyata keçirilir. Risklər ondan ibarət oldu ki, biz işə cəlb etdiyimiz xanımlar bu peşədən ümumiyyətlə kənar idilər, uzaq idilər. Bilirsiniz ki, bir müəssisəni açandan sonra o müəssisəyə bacarıqlı işçilər cəlb etmək lazımdır ki, tutaq ki, bir tekstil müəssisəsi açılırsa, ora dərzilər cəlb olunmalıdır ki, o müəssisə işləsin, ayaqda qalsın və keyfiyyətli məhsullar istehsal eləsin. Bizim riskimiz ondan ibarət idi ki,
biz ora cəlb etdiyimiz komanda heç biri bu sahədə təcrübə toplamamışlar. Yəni təcrübələri yox idi. İkinci növbədə bunlar həssas qruplardan idi. Bunların indi nə qədər bir-birinə inteqrasiya etməsi, iş həyatına inteqrasiya etməsi məsələsi problem olaraq dururdu və bunun üçün biz bir çox təlimlər təşkil elədik. Eyni zamanda psixoloqlarımız komandalarla işlədi. Hətta fərdi seanslara belə ehtiyac olduqda təşkil olundu. Ondan sonra bizim əlavə təlimlərimiz təşkil olundu. İş həyatına inteqrasiya, valideyn-uşaq münasibətlərinə qədər biz bunlarla təlim keçdik və nəticədə müəssisəni genişləndirdik, 18 nəfərə çatdırdıq və eyni zamanda biz düşündük ki, bu layihə artıq uğurlu layihədir və biz bunun ikinci hissəsini həyata keçirməliyik və ikinci hissəsinin bu ayın aprelin 30-da açılışı nəzərdə tutulur. Bu Şamaxının Göylər kəndində həyata keçiriləcək. Çünki burada həm xanımların iş həyatına cəlb olunması, eyni zamanda həssas qruplardan olması, eyni zamanda bu şəhərdə, rayonda yox, kənd yerində yaşayan qadınlar üçün təşkil olunması bunun böyük bir üstünlüyüdür bu layihənin. İnşallah onunla bağlı Paşa Holdingin maliyyə dəstəyi ilə biz artıq müəssisəni qurmuşuq. Avadanlıqlar orada yerləşdirilib. Hal-hazırda açılışa hazırlıq prosesi gedir və biz o müəssisədə inşallah 20 nəfərlik komandanı işlə təmin edəcəyik. Bizim ümumilikdə 38 dərzimiz və əlavə olaraq 4 nəfər başqa sahələrdə inkişaf etdirdiyimiz tənha analar var ki, 42 nəfərin işlə təmin olunmasına nail oluruq. Qarşımıza qoyduğumuz hədəf 100 nəfərlik hədəfdir. İlkin olaraq Şamaxı rayonunda sosial sahibkarlıq sahəsində sosial biznesin qurulması ilə 100 tənha ananın işlə təmin olunmasını hədəfləmişik. Artıq bunun bayaqda qeyd etdim, 42-sinə nail olmuşuq. Və yerdə qalanların düşünmürük ki, bunların hamısı dərzi olmalıdır və onlar başqa sahələr də var. Elələri var ki, biz onlarla görüşlər keçirdirik, onlara da əlavə təlimlər təşkil edirik. Bunların arasında elələri var ki, yaxşı bişirmə qabiliyyətləri var, əl qabiliyyətləri var, yaxşı mürəbbələr hazırlayırlar, digər başqa mətbəxə aid olan qida təhlükəsi minimum olan qidalardan hazırlanmasını fikirləşirik və onlar üçün düşünürük ki, kiçik bir sex açmalıyıq və həmin xanımlar öz əl işlərini orada hazırlayıb müəyyən qablaşdırılma sahəsində satışına köməklik göstərməliyik. Bunların içində eləsi var ki, təsərrüfatla məşğuldurlar. Hətta biz gördük ki, bir ana var idi ki, o toyuq cüzə saxlamaqla, yumurta satmaqla öz dolanışığını təmin edirdi və biz dostlarla danışdıq. Onlar üçün 2 otaqlı bir tövlə tikdik. Məşğulluq agentliyi, Dövlət Məşğulluq Agentliyi onlara inkubator verdi və bu gün artıq o öz həyətində öz biznesini qurub və bu gün bildirçin çıxarırlar, cüzələr istehsal çıxarırlar. Quşçuluğu öz həyətində artırmağa başlayıb və bu da onun maddi gəlirini artırıb. Biz eyni zamanda düşünürük ki, digər anaların da həyətlərini, kənddə və rayonda yaşayan anaların da həyətlərini monitorinq eləyək. Onlarda hansı arıçılığa uyğundursa, biz onları arıçılıqla təmin eləyək. Hansı maldarlıq sahəsinə uyğundursa, bilirsiniz, tək anaların içində bir çox zəhmətkeş və kənd təsərrüfatı sahəsində bacarığı olan insanlar, xanımlar var. Biz onları aşkarlayaraq o sahədə inkişafına dəstək göstərməyə çalışırıq. Eyni zamanda eləsi var ki, məsələn, onların yaxşı toxuculuq qabiliyyəti var, müəyyən şeylər, əl qabiliyyətləri var, müəyyən şeylər hazırlayırlar. Bununla da bağlı Şamaxı Yaradıcılıq Mərkəzi ilə hal-hazırda danışıqlarımız gedir ki, onları da cəlb eləyib, onların da belə deyim, həvəsinə uyğun peşəyə cəlb etməklə sosial vəziyyətlərini dəyişməyə nail olaq. Ümumilikdə bizim ilkin hədəfimiz 100 nəfərdir. Bu 100 nəfər üçün düşünürük ki, Şamaxı turizm yolunun üstündə bir bazar da qurmağı düşünürük. Burada həm əl işlərinin satılmasıdır, eyni zamanda burada xüsusi qablaşdırılmış, bişirilmiş qidaların satılmasıdır, sonra arıçılıq məhsullarının, maldarlıq məhsullarının satılmasıdır
bunları turizm yolunun üzərində satışını təşkil etməyi planlaşdırırıq inşallah. Bu proqramı biz sonda digər rayonlara da təklif etməyi düşünürük ki, başqa rayonlar da gəlsin, öz rayonlarında yaşayan həssas qruplardan olan xanımların işlə təmin olunmasına köməklik göstərsinlər. Hədəfimiz budur. Sahibkarlıq sahəsində biznes şəbəkəsinin bir nümunəsini hazırlamaqdır. Bilirsiniz ki, bütün qurulan işlərdə müəyyən qədər uğursuz addımlar olur. Bizdə də əlbəttə bu uğursuz addımlarla qarşılaşdıq, bizdə də baş verdi belə bir şeylər. Lakin bunu qısa bir vaxtda aradan qaldırmağı bacardıq. Bu da nədən ibarət idi? Bizim hədəf qrupumuz iş həyatına hazır deyildilər. Biz onları iş həyatına hazırlamaq üçün bir neçə proqramlar həyata keçirməli olduq. Bu, bayaq qeyd etdiyim kimi, həm fərdi və komanda şəklində olan psixoloji seanslardan ibarət oldu, eyni zamanda təlimlərdən ibarət oldu, vaxtın idarə olunması təlimlərindən ibarət oldu və təbii ki, peşə təlimləri. Sonda bunlar iş həyatına hazır olduqlarını biləndən sonra bunların iş həyatına başlamağı, artıq peşəyə yönəlmələri biraz problemlər yaratdı. Çünki eyni zamanda bizim çətinliyimiz var idi ki, rayon yerində bunları tam hazırlayacaq bir peşəkarı tapmaq. Bununla bağlı müəyyən çətinliklərimiz oldu. Sonda buna da nail olduq və həmin peşəkarı tapdıq. Bir ilə yaxın peşə təlimlərinə vaxt ayırdıq və orada əlavə materialların istifadə olunması, bizdə hardasa layihə 3 aylıq layihə idisə, biz əlavə olaraq 9 ayda bu layihənin daha güclənməsinə maliyyə ayırdıq, resurs ayırdıq, vaxt ayırdıq və nəticədə istədiyimiz hədəfə çata bildik. Nəticədə bugün hal-hazırda 10 nəfərlə başladığımız komanda 18 nəfərdir. Artıq ikinci müəssisəmizin açılışı İnşallah həyata keçiriləndən sonra 38 nəfər dərzilik sahəsində peşəkar şəkildə yetişməsinə nail ola bilmişik. Uğurlu olmaq üçün əsasən inam çox vacibdir. İnam və düzgün addımlar. Düzgün addımlar odur ki, nəyləri nəzərə almalıyıq burada? Biz bu layihədə nəyləri nəzərə almalıydıq? Bir problemimiz o idi ki, bu kimi anaların əsasən övladlarını hardasa qoyub işə gəlmələri, təlimə gəlmələri problemi idi. Bilirsiniz, belə ailələrdə uşaqlarını kimsə yanında qoyub gəlmə problemi olur və çoxsu bu problemə görə iş həyatına da qoşula bilmir. Biz ilkin layihədə həmin müəssisədə bir otaq ayırdıq və bu uşaqlar üçün nəzərdə tutulan otaq idi. Hansı ki, o analar uşaqlarını qoymağa yerləri olmadığı üçün özləri ilə gətirirdilər həmin müəssisəyə və həmin otaqda ayrıca bir pedaqoq onların övladları ilə məşğul olurdu. Orada müəyyən intellektual oyunlar, müəyyən dərs vəsaitləri, rəsmlər onlarla çəkirdilər və ana da rahat şəkildə öz peşəsini öyrənməyə çalışırdı. Gedəndə də öz evladını götürürdü və gedirdi evə. İndi isə fəaliyyət, biznes fəaliyyəti genişləndiyi üçün artıq bilirsiniz, bir şey də qeyd edeyim ki, bu sosial sahibkarlığın Şamaxıda həyata keçirilməsinə ən böyük dəstəyi Şamaxı rayon icra hakimiyyəti bizə davamlı olaraq göstərir ki, onlar da bizə məkanlar ayırıblar. Hansı ki, bir məkan var orada 12 otaqdan ibarət. Və biz indi bir sponsor axtarırıq ki, oranın təmirinə dəstək göstərilsin və ora gün ərzı qayğı və inkişaf mərkəzi kimi həmin ailələrin övladlarının düzgün və sağlam yetişməsi üçün fəaliyyət göstərsin. Orada həm məktəb yaşına qədər olan uşaqlara, eyni zamanda məktəbdə təhsil alan tələbələrə, şagirdlər üçün çox əlverişli bir yer olacaq. Çünki bir çox analar özləri orta məktəb təhsilləri də, belə deyim, çoxsunun, əksəriyyətinin yoxdur deyənə, onlar öz evladları ilə evdə dərslərinə hazırlaşmaqda çətinlik çəkirlər. Bizim bu gün ərzı qayğı və inkişaf mərkəzi üçün nəzərdə tutduğumuz məkanda həmin ailələrdən olan uşaqlar dərsdən çıxıb həmin mərkəzə gələcəklər və orada qidalandıqdan sonra sabahın dərslərinə artıq oradakı pedaqoqlar tərəfindən hazırlanacaqlar.
eyni zamanda o uşaqların kiçik yaşlarından nəyə çox həvəsləri olduğunu müəyyənləşdirib o istiqamətdə onların daha çox inkişafına müəyyən proqramlar hazırlayacağıq ki, onlar uşaqlıqdan artıq yeniyetməlikdən və yaxud da ibtidai sinifi çıxandan sonra istədikləri uyğun olduqları ixtisas üzrə formalaşmağa çalışsınlar. Bu da gələcəkdə onların əlavə kurslara getməsinə ehtiyac qalmayacaq. Çünki orada həm dərsləri hazırlaşacaq, eyni zamanda da tələb olunan əlavə fənlər üçün orada hazırlıq keçməli olacaqlar. Nəticədə həmin ailələrdən olan uşaqların savadlı kadr kimi yetişməsidir. Bilirsiniz ki, bu kimi ailədən olan uşaqların savadlı kadr kimi yetişməsi, gələcəkdə hansısa bir vəzifə sahibi olması o deməkdir ki, onların hansı bir valideyn himayəsindən məhrum olmuş uşaq, gənc onların kabinetinin qapısını döysə və o qapı arxasında qalmayacaq. Çünki bu kimi uşaqların inkişafı digər öz qəbillərindən olan ailələrin inkişafına səbəb olacaq. Bizim də hədəfimiz budur ki, o gəncləri, o uşaqları elə yetişdirək ki, onlar özlərindən sonra gələn, belə deyim, atasız uşaqları və yaxud da internat məzunlarına dəstək olsunlar. Onlar da faydalı ola bilsinlər və bilirsiniz, insan faydalı olduğu qədər yaşamış sayılır, öz həyatlarını dəyərləndirə bilsinlər. Faydalı olmaq üçün də bugün yetəri qədər imkanlar var. Sadəcə çalışmaq, cəhd eləmək və özünə güvənmək lazımdır.